Yenicə təqdim olunmuş Honor X9D 5G. Gəlin elə bu test yoluna keçək. Hazırsınız? Başlayırıq. Honor X9D Magic OS Android 15-dən gəlir. İnanılmaz xüsusiyyətlər var. Gəlin görək birinci qutudan nə çıxır, ona baxaq. Aha, burada nə var? Burada iynə var. İçindən bir qara plastik case çıxır gördüyünüz kimi. USB şarj kabeli. Axı mənə çatmır ki, bu Çinlilər USB-dən nə istəyirlər? Bunun hər iki tərəfində Type-C qoyun da. Bu nədir axı belə? Əsas məsələlərdən biri və 66 vatlıq super şarj adlı Honor'un şarj başlığı. Elə buradan da göründüyü kimi 2,5 metrə qədər suya dözümlüdür. IP68 və 69K sertifikasiyaları var. 8300 mAh batareya mövcuddur. 3 günə qədər şarj saxlama təsəvvür edirsiniz və 108 megapiksellik optik stabilləyici olan kamera. Hətta ultra dəqiq AI kamera.